Çünki müəllimlərə qarşı apardığınız bu aşağılayıcı dırnaqarası islahatlara görə. Yazdıqları hər il imtahanlarla, sertifikasiyalarla bezdirmisiniz. Təhsil Nazirliyi ali məktəbdə 5 il oxuyub diplom alan müəllimi təzədən məktəbə müəllimi qəbulluğuna imtahan keçir. Deməli özlərinə inamı yoxdur. Verdikləri diploma, sənədə etibar etmirlər. Sındırmısınız müəllimləri. 15-20 ilə müəllimliyə imtahan verən bir abituriyent tapılmayacaq. Niyə belə edirsiniz ki? Kimin kimdə acığı var, çıxır sosial şəbəkələrdə. Üzünü prezidentimizə, nazirimizə tuturan, müraciət edir. Məhkəmələr var. Prezident və Daxili İşlər Nazirliklərinin saytı var. 102 xidməti var. Bu qanuni prosedurlara əməl etməyib. Ölkə başçımıza ictimaiyyət arasında müraciətin adı nədir? Kimisə qorxutmaq, kimisə təhdid etmək, kiməsə barmaq silkələmək, səni belə edərəm ha. Belələrinə qarşı bir qanun təklifi verin. Nə tutmusunuz bu binəva müəllimlərdən?